ağsaqqallar xəbər göndərsə, birdən yazıb göndərirəm, müşkül yoxdur. O çıxdı, çıxandan sonra Peyğəmbər səhabələrinə dedi, buna əməl eləsə cənnətin 8 qapısı hamısı açılacaq o üzrə. Hamısı açılacaq o üzrə. O halda da gəlib ömrünün dəyərini bilir. Nə olsun qocalmışam deyir. Qocalığımı daha keyfiyyətlə necə keçirdə biləm, onu dərd edib özünə. Yox, nə zikirdir? Subhanallah əl-azim və bihamdih və la havlə və la quvvətə illa billahil aliyyil azim. Sübh azanından sonra 10 dəfə bu zikirdir. Əgər bu zikirdirsən, inşallah Allah sənin ömrünün son günlərində bu xəstəliklərdən qoruyar. Dəli kimi dəli olmazsan, ağlın başında gedər. Saydı biləcəkdən şey, o cürlə inşallah dünyavı deyişərsən. Qoca qayıtdı ki, ya Rasulallah dedi, bəli dedi, bu dünyam, ahirət.